İnsanlar da narahatdılar ki ve bu günler başlayanda onlarda qeyri-adi vətən sevgisi, şəhid sevgisi formalaşaraq müxtəlif iradlar deyirlər. Bu da onların belə deyək, öz içində olan kini küdrəti aşikar etməyidir ki, bəzən elə düşmən olur, o kini küdrəti qəlbində daşıyır. Amma bir sıraları da var, onu gizlədə bilmir, faş edir. Əlbəttə, bizim vəzifəmiz onların müqabilində səbirli olmaq, amma öz imamımızın əza məclislərin layiqli şəkildə keçirtmək, fəal iştirak etməkdir. Bugün Muharrem ayının 1-i mənim də bugünkü gündə götürdüyüm, yəni danışdığım mövzu elə Muharrem girişi üçün, yəni bu ayın 1-ci günü üçün bizim vəzifəmiz nədir? Bugünkü gündə müminlərin İmam Hüseyin əleyhissalatu vesselamın sevgisini öz ruhunda, öz qəlbində daşıyan insanların vəzifəsi nədir? Bu qərəzli düşmənçilik tək bugün mövcud deyil. Əzizlərim, bu düşmənçilik Əmirul-Mömininlə, yəni o dövrdən başlayıb, Əmirul-Mömininin dövründə də bu nifrət, bu kini küdrət olub. Mən sizin üçün danışmışam bu haqda. Muaviyyə məl'un Əmirul-Mömininin dövründə bilirsiniz ki, Şamda özünü hökümdar kimi, rəhbər kimi təqdim etmişdi və Əmirul-Mömininə tabi olmurdu. Özü üçün belə deyək, hökumət qurmuşdur. Ayrı bir iddiada idi. İslamın qayda qanunlarına, İslam xəlifəsi olan Əmirul-Möminin və imamı olan Həzrəti Əliyə tabi olmurdu. Amma elə ki, onun o hökümranlıq dövrü biraz genişləndi, xüsusi tapşırıqlar verirdi ki, Əlini sevənlərlə necə davranın, necə rəftar edin. Baxın, bir hədisi qeyd eləmişəm. Məlun bu cür deyirdi: unzur, nəzər edin, baxın. İlə mən qamət aleyhi innəhu yuhibbu aliyyən və əhli beyti. Baxın, Əlini və onun əhli beytinin sevgisini öz qəlbində daşıyan insanları axtarın, baxın onlara. O şəxslər ki, Əlinin eşqi ilə yaşayırlar, özünü Əli ardıcılları adlandırırlar və o məhəbbətlə yaşayırlar, onun adını hər yerdə zikr edirlər. O insanlara baxın, onun övladlarını sevirlər, onun xəttini, yolunu sevirlər və ona tabi olurlar. Baxın, bu cür insanları cəmiyyətdə axtarın və nəzər edin. Fəmhuhu minəd-divan, deyir, kəsin o dövlətin o müəyyən yerlərində yerlər tutublar və ya onlara məvaciblər Beytulmaldan ayrılıb, onların hamısını qət edin, kəsin və onların adlarını, belə deyək, o siyahidən çıxardın. Hətta o qədər qərəzli idi ki, Muaviyyə məlun deyirdi ki, Əlinin dostların, sevənlərindən heç birinin şəhadəti qəbul olunmaz. Ki, o insanlar şahid kimi gəlib, məsələn, bir iş olanda şahid kimi gəlirdilər. Onlar gəldikdə, yəni Əhl-i Beyt yolunda, xəttində olan insan olduqda onların şəhadəti qəbul olunmasın. Hətta onun sülaləsindən olanları sevənlər olsa, onların qulaqlarını, burunlarını kəsin. Hansı ki, İslam bu kimi şeyləri hətta
kafirlere karşı bu şeyi qadağa edib ki döyüşdə düşmən də olsa onun qulağını, burnunu kəsmək olmaq. Amma Muaviyə məlum bu tapşırığı vermişdi. İnsanları qorxutmuşdu. İndi qəribə gələr sizə, necə ola bilər bu tapşırığı Muaviyə versin? Heç qəribə gəlməsin. Müslim İbni Əqli necə Muaviyyənin oğlu Yezid tapşırıq verərək və onun rəhbərliyi altında olan insanlar nə cür şəhid elədilər, imarədən attılar yerə və ya sallaqxanalarda onu binalardan asırdılar, insanlara deyirlər, əgər siz də Hüseynin sevgisini iddiasını etsəniz və onun tərəfdarının olduğunu etsəniz, sizin də taleyiniz bunu. Baxın, tarix bəzən düşmənlər tərəfindən o bir xət var, heç vaxt dəyişilmir. Müasir dünyamıza baxsaq, qonşu dövlətlərdə olan müharibələrə diqqət eləsək, bir neçə il bundan qabaq, maşınlarla insanların qarşısını alırdılar, kəlmə-i şəhadəti və ya müəyyən o namazın qılınma qaydasını soruşduqda, onların əli vilayətində olduğunu bildikdə nə edirlər? Başlarını kəsir. Görürsünüz? Eyni xət, eyni yol. Bəs bugün bunlara rəğmən bu qədər mübarizələr var. Görürsünüz sosial şəbəkəni? İllərlə şəhid yadlarına düşməyən insanlar heç işğal olunmuş torpaqların işğal olunan günlərin soruşsan, haçan indi şükür Allah, elhamdülillah azaddılar, torpaqlarımız bizdədir. Amma o dövrdə soruşsaydın və ya kəndində olan bir şəhidin şəhidlik gününü, yəni həmən günü, ilini soruşsaydın, bilməyəcək. Amma bugün nə yazır? Öz şəhidini, qəhrəmanlarını unudanlar 1400 il bundan qabaq şəhid olurlar. Bizim məscidin səhifəsində də yazmışlar. İstədim yazım, bir o səhifəni bir çevir. Bax, şəhidlər üçün də bu məsciddə nələr keçirilir. Bizim üçün şəhidlərimiz bizim canımızın bir parçasıdır. Biz şəhidliyi heç vaxt ayrı seçilik etmirik və bölmürük. Biz hamımızını, yəni bütövlükdə şəhidliyi və şəhid olanları qəbul edib, onların başçısını belə deyək, o məktəbin banisini Əbu Abdullah Hüseyn kimi qəbul edirik. Bəs bugün sənin vəzifən nədir onların qarşısında? Dava eləmək yox. Mübahisə eləmək yox. Mübahisə eləməyə ehtiyac yoxdur. Təhqir eləmək yox. Mübahisə eləyərsən təhqir edəcəklər səni və sənin əqidədə olanları, sənin sevdiyin imamını, çünki o adam imam tanımır. Sənin vəzifən nədən ibarətdir? Birinci bizim vəzifəmiz Əhl-i-Beyt yolunu qorumaqdır. Birinci yol bu məclisləri diri saxlamaqdır. Əbu Abdullah Hüseynin müsibətini danışmaqdır. Bəzən deyirlər, İmam Hüseyin ağlamaq üçün, baş vurmaq üçün, sinə vurmaq üçün şəhid olmuyor. Bunlar hamısı bizi, cavanlarımızı çaşdırmaq üçün deyilən sözlərdir. Biz bilirik, İmam Hüseyin sinə vurmaq üçün şəhid olmuyor. İmam nə üçün şəhid olub, onu bilirik. Və bu 10 günlük müddətində də hər il danışılır imam nə üçün şəhid olub. Amma bu sinə vurmaqdır, bu zikri müsibət danışmaqdır. Bunlar bizim imamlarımız tərəfindən. Hətta İmam Hüseyin əleyhissalatu vesselam şəhid olmamışdan qabaq uşaq ikən babası Həzreti Peyğəmbər sallallahu aleyhi və aleyh onun müsibətini xatırladaraq ağlayıb göz yaşı töküb. Niyə ağladı Peyğəmbər? Əgər Peyğəmbər Əkrəm o körpə ikən onun müsibətini xatırlayaraq ağlayıbsa, Peyğəmbər sağ olarkən onun balasının, nəvəsinin başını kəssələr, o həmən o günləri yada salıb ağlamayacaqdır. Ay cəmaat, ay müsəlmanlar, ay möminlər, bir əziziniz böyük bir müsibətlə şəhid olursa,
Onun ölüm günü gələndə narahat olmursunuz. Ürəyiniz ağramır, ağlamırsınız. Biz də öz sevimli Peyğəmbərimizin sevimli nəvəsi Əbu Abdullah Hüseynin müsibətini xatırlayırıq və ağlayırıq. Həzrət İmam Baqir əleyhissalatu vesselam deyir ki, babam Hüseynə ağlayın. Hansı ki o İmam Baqir Kərbəlada körpə bir uşaq idi. Babam Hüseyn üçün ağlayın. Ailəniz üçün də onun üçün ağlamağı əmr edin. Demir ha, tövsiyə edin. Deyir, ailəniz üçün, yəni balalarınız üçün. Mən balalarım üçün necə tanıtdırmalıyam, necə ağlamağı ona əmr etməliyəm. Mən gərək bu günlər gələndə ağlayım ki, mənim balam da bunu görüb, mənim övladım da bunu görüb ağlamalı. Əgər mənim imamım deyirsə, özünüz babam Hüseyn üçün ağlayın və onun üçün ağlamağı öz övladlarınıza, öz ailənizə də əmr edin. Mən gərək özüm ağlayım ki, övladlarımın yanında, övladım məndən bu ağlamağı görüb səbəbin soruşsun ki, və sonda mən də ona izah edim ki, deyim ki, ağla. Odur, ay ağlamaq olmaz. 1400 il bundan qabaq şəhid. Onlar hamısı cahil və nadan olan insanların sözüdür. Sənin üçün höccət nə olmalıdır? Sənin imamının sözü. Mənim imamım deyir ki, özün də ağla, ailəvə də ağlamağı əmr edin. Evlərinizdə onun müsibətini yad edin. Tək məsciddə yox, məscidə gəlməklə yox, evlərinizdə onun müsibətini xatırladın. Evlərinizdə elə bir ab-hava yaradın. Kərbəladan İmam Hüseyn əleyhissalatu vesselamın müsibətindən bir nişana olsun. Qoy bir belə deyək, ya Hüseyn yazısı olsun. Amma olsun sənin evində, biləsən ki, İmam Zaman ağa qapıva gələndə və ya bir yaxının qapıva hər hansı bir adam evə gələndə bilsin ki, bu Həzrəti Hüseynin əzadarıdır. Bu sənin, mənim vəzifəmdir. Bugün bu məktəblə mübarizə aparanlara qarşı mən yenə deyirəm, təhqirlə, kobud ifadələrlə mübarizə aparmağa gərək yoxdur. İmam Hüseyn əleyhissalatu vesselam və digər imamlar bizə belə bir yol, belə bir qayda qoymayıb. Sadəcə hansı qaydaları deyib bizə tapşırıq, o qaydalarla əməl edin. Özümüzü Həzrəti Hüseyn kimi göstərək, nümayiş edək. Hüseynci kimi göstərək. Sinə vurursan, göz yaşı tökürsən, tək bundan kifayətlənmə. O göz yaşı quruyandan sonra gedib o gözlə naməhrəmə baxma, kənardan sənə deməsinlər, indi məsciddən ya Hüseyn, Hüseyn deyib, ağlayıb, göz yaşı quruyandan sonra gedib və ya qurumamış gedib bu günahı edir. Bugün imamların, yəni bu yolu qorumağın yollarından biri də budur. Sinə vurursan, o əllərlə gedib elə günahlar etmə, sənə desinlər ki, bayaq sinə vururdun, amma indi o əllərlə hansı günahlardan keçib günahları görürsən, işləri görürsən. Bizim vəzifəmiz bugün bundan ibarətdir. İmam Baqir əleyhissalatu vesselam, İmam Sadiq əleyhissalatu vesselam yanında olan bir neçə nəfərlə söhbət etdikdə onlardan soruşdu, Həzrəti Hüseyn əleyhissalatu vesselam üçün məclis keçirdirsiniz, ağlayırsınız, danışırsınız. İmam sual verdi. Təclisunə və tuhəddisun, oturub danışırsınız mı babam Hüseyndən, o məclislərdən? Qalu nəam. Onun yanında olan insanlar dedi ki, Yəbnə Resulillah,
bəli, biz o məclisdə oturub Əba Əbdillah Hüseyndən danışıb və o məclisdə oturub ondan danışıb. Qala tilkəl məcalisu əhibbuha. İmam Sadiq əleyhissalam dedi, nə dedi? Dedi, mən belə məclisləri sevirəm. Mənim əzizlərim. İmam Sadiq əleyhissalatu vəssalam o dövrdə diri idi, görürdü, danışırdı, soruşurdu və o məclisləri gördükdə sevinirdi. Əmin olun, bugün zamana imamı İmam Zaman Ağa Əccəlallahu Teala Fərəcəhu Şərif o qapını açıb, sən görmürsən, mən görmürəm, o qapını açıb bugün sizi bu məclisdə görürsə, əmin olun, Həzrət sizi və bu məclisi sevir, buna qəti şübhəniz olmaz. İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, ay özünü bizim sevgimizlə iddia edən şəxslər, bizim işlərimizi, bizim yolumuzu qoruyun, dirildin. Mən bunu cümədə danışmışam. İmam dedi, Allah'ın rəhməti şamil olar o insanlara ki, bizim yolumuzu dirildəcəklər. İmam Sadiq əleyhissalatu vesselam və digər məsumlar bugünkü gündə, bu ayda, bu günlərdə əza saxlayırlar. Əhl-i şairlərinə pul verirdilər, məddahlara pul verirdilər. Hətta mənim rastıma gəlib bu hədis, ciblərinizdə olan pulları tökün, verin Əhl-i Beyt məddahlarına, şairlərinə, qoy İmam Hüseyndən, Əhl-i Beytdən danış. Bəzən, indi bilmirəm, yeri var, yoxdur, deyirləri, ay, niyə bu qədər məddaha verilməlidir? Niyə belə olmalıdır ki? Görürəm, hətta danışan ruhanilər də görürəm. Qardaş, mənim imamım deyib, ver, qoy danışılsın, oxunulsun. Nə qədər qoy şairlər yazsın Əba Əbdillah Hüseyndən. Qoy 12 imamın hərəsindən yazsın. Əgər bugün sənin pulun var, görürsənsə bir imamdan qəzəl, şeir azdırsa, get pul ver, o imam haqqında bir neçə şeir yazdır və get o məddaha deyinən ki, bu qəzəli də oxu filan imam haqqında. Bilirsiniz, bir sıra imamlar var, heç onlar haqqında qəzəllər və şeirlər çox azdır. Odur, Həzrət buyurur ki, bizim işimizi diri saxlayın. Diri saxlamaq bugün bu məclisdə iştirak etmək. Diri saxlamaq bugün bu məclisin ehtiramını qorumaqdır. Diri saxlamaq bugün öz əməlinlə, bu məclisin nişanəsi ilə İmam Hüseyin əleyhissalatu vesselamı tanıttırmaqdır. İmam Sadiq əleyhissalam buyurur ki, insanlar bizim əgər bizi tanıttırmaq istəyirlərsə, əgər tanıttırsalar, bizim sözlərimizi insanlara çatdırsalar, insanlar bizi tanısalar, bizi sevəcəklər. Əlbəttə, imamı olduğu kimi ona təqdim edə bilsən, onun mərhəmətindən, onun səbrindən, onun səxavətindən, onun fədakarlığından, onun ədalətindən danışsan, necə onu tanımayacaqlar, necə sevməyə bilərlər? İmam Hüseyin əleyhissalatu vesselam özü öz dili ilə deyil, bizim müsibətimizi zikr olunan hər bir məclisdə Allah'ın rəhməti var möminlər. Bunu İmam Hüseyin əleyhissalatu vesselamın özü qeyd edir öz kəlamlarında. Bugün bu məclisdə Allah'ın rəhməti var. Harada olursa olsun, o yerlərdəki Həzrət Hüseyin əleyhissalatu vesselam və ya Peyğəmbər və onun əhl-i beytindən danışılırsa, orada Allah'ın rəhməti. Bugün evdə oturmuşam, addım atmıram öz imamım üçün, öz imamın məclisi üçün, necə deyə bilərəm? Ya Əba Əbdillah Hüseyin, qəbrimin əvvəl gecəsində mənə şəfaət. Axı sən
öz imamımın məclisi, özü də hansı çətinliklə, hansı dövrdə, hansı mühitdə hər tərəfdən düşmən bir cür mübarizə aparır, bir cür narahatçılıqlar yaradır, bir cür müzakirələr aparır, insanları ən belə deyək, bəzən indi mümkündür də bu məclislərdə də müəyyən şəriətdən kənar insanlar o bilmədən onu icra edirlər. O zəif yerlərdən tutub bu məclisləri zəiflətmək üçün, alçaltmaq üçün, onları gedib xurafata bağlamaq üçün səbəblər axtarırlar. Sənin mənim vəzifəm bugün bu məclisləri qorumaqdır, bu məclislərdə iştirak etməkdir və bu məclisləri insanlara təqdim etməkdir. Buradan çıxıb gedib gəlməyən dostluğa deyib, mən getmişdim, məclis keçirilirdi, məddah oxuyurdu, İmam Hüseyndən danışılırdı. Niyə gəlmirsən? 5 nəfərə desə, onun 3'ü gələcək, 2'si gəlməsin. İkinci vəzifəmiz İmam Baqir Aleyhissalatu vesselam bizə bunu deyir. Hər kim Əhl-i Beyt davamçısı olduğunu iddia edir veya Əhl-i Beyti sevdiğini düşünürsə, aşağıdaki sifətlere diqqət eləsin. Həzrət buyurur. And ola Allah sayır. And ola Allah, Allah'tan qorxan və ona itaətini yerinə yetirən kəslərdən başqa heç kim bizim davamçımız deyil. Mən bayaq da dedim, bugün bu məclisə gəlmisənsə və bu məclisin ruhiyyəsi, ab-havası, sənin mənəviyyatını sabah axşama qədər qoruyub saxlamırsa, sənin bu məclisdən götürüb kimə isə bir söz demək istədikdə onun heç bir təsiri olmaz. Bəzən deyirik ya filan kəs, deyirəm də gəlmir. Ola bilsin gəlmir. Amma biz özümüzü də axtaraq, niyə mənim sözümün kəsər və təsiri yox? Odur, bu məclislərin müdafiəçilərinin xüsusiyyətlərindən biri də təqvadır və Allah olduğu kimi itaətdədir. Əgər təqva olmasa, itaət olmasa, İmam Baqir Aleyhissalatu vesselam buyurur ki, bizim sevgimizdən danışmasınlar, düşünməsinlər. Allah deyir sev, amma mən sevmirəm. Allah Peyğəmbəri, Əhl-i Beyti əmanət kimi bizə təqdim edir, amma biz xəyanət. Allah eləməsin biz, yəni o müsəlman acını aldandıranlardan söhbət. Peyğəmbər bizə nə deyir? İnni tərikum fikumus səqələyn. Sizin aranızda 2 ağır əmanət qoyuram və onu sizi tərk edirəm. Bu əmanət yoxdur bugün cismən, Kərbəladadır. Amma bu əmanətin nişanələri bu məclislərdir. Və mən yuazzim şairallah, Həcc surəsinin 32-ci ayəsi. Hər kim Allahın şuarlarını əzəmətli tutsa, onları yüksək tutsa, fəinnəha min təqvəl qulub, səhv eləmirəmsə, ayə belədir. Allah bizə deyir o ayədəki Allahın şuarlarını, yəni bu məclisləri qəlbində təqva olanlar saxlaya bilərlər. Təqva varsa, evində yatıb, özünü İmam Hüseyinçi adlandırıb, özünü Əhl-i Beyt sevər adlandırıb, Peyğəmbəri sevən adlandırıb, mən sizi and verirəm Allaha. Peyğəmbər sağ qalsaydı,
ve bu musibet olsaydı, tekrarlasaydı bu günler, Peygamber evinde oturardı ya bu meclise gelir. Bugün o Peygamberin balası zamana imamı bu meclisleri gezir. Odur, gerek takva ola imam deyir. Kur'an ayəsində gətirirsən, Allah Teala der ki, mənim şuarlarımı, nişanələrimi, İmam Bakir Aleyhisselam buyur, o şairəllah biz əhli beytik, bizi. Bu məclislərdir Allahın şuarları. Din qorunulub Əba Əbdillah Hüseynin müsibəti və şəhadəti ilə. Din mühafizə olunub. Allah Kur'an-ı Kerim'de Hicr suresinde buyurur. İnna nahnu nazzalna zikra ve inna lehu lahafizun. Biz Kur'an'ı göndermişik. Yani bu dini, bu kitabı göndermişik. Biz de onu koruyacağız. Onun kurbanı Ebu Abdullah Hüseyin. Odur. İmam Hüseyin Aleyhisselatü Vesselam'ın eza günleri o şair Allah. Ve onu da kalbinde tekva olanlar koruyup yaşatabilecekler. Tekvası olmayan bunu etmez. Bu meclislerle mübarize aparan insanlara bakın. Onların əqidələrinə bakın. Aktarış edin bir balaca onların adi bir sosyal şebekede görse hemen insanların paylaşımlarına bakın. Dinden hiçbir eser əlamət. Odur müminler. Vəzifəmiz bugün bu məclisləri qorumaqdır. Bunun üçün də İmam buyurur ki, birinci təqva şərtdir. Təqva. İmam deyir ve imam da Allah kəlamına əsaslanır bu sözü. Həzrət buyurur ki, bakın duaların qəbul olunmamasının bir neçə səbəbini qeyd edirlər. Biri də hədislərdə var. Peyğəmbərə sual edirlər. Allah deyir ki, istə məndən, mən də sizə verəcəyəm. Bəs niyə mən istəyirəm, Allah mənə vermir? O neçə sərt sayır Peyğəmbər. Deyir, bu 10 şeylə öz qəlbinizi öldürmüşsünüz. Birində onu sayır ki, iddia edirsiniz. Mən Peyğəmbər və onun əhli beytini sevirəm, amma onlarla düşmənçilik edir. Və ya biganəlik edir. Bugün mən də, sən də iddia edirik Əba Əbdillah Hüseyni sevirik, amma görürük ki, bu məclislərə qarşı biganə. Mənim əzizlərim, mən çox sizi yormaq istəmirəm. İnşallah əziz qardaşım, Hacı Oktay qardaşım, rovzalar və mərsiyələr deyiləcək. Çünki bugünkü gün ilk gündür. Amma sizdən dönə-dönə xahiş edirəm. İmkan daxilində. Bilirəm işdə olan olur. Amma evində olanlar. Möminlər, bir Allahın cəmaatı, bir Allahın möminləri. Bu məclislər bizim üçün bir nemətdir. Görürsünüz, ildən ilə müəyyən işlər, narahatçılıqlar, sıxıntılar, müəyyən şeylər olur. Bu dəyərdir. Bu dəyər, necə o görürsünüz, o yaqut, o yuyursan, onu yuyursan və ya günə versən, get-getə zəiflədir, aradan gedir. Bəzən onu neynəməlisən? Yaxşı, ağıllı adam onu məcbur qoruyursan, suya vermirsən və ya günə vermirsən, çalışırsan onu qoruyasan. Bu məclislər də elə bir dəyərlərdir ki, bunları biz qorumalıyıq. Biz bunu məcazi mənada deyirəm. Günə verməklə, suya verməklə, cahilin əlinə verməklə, dilinə verməklə zayi eləməyək, əlimizdən verməyək, itirməyək. Əlbəttə itməyəcək bu məclislər. Tarixən mübarizələr və məsxərələr olub, amma buna rəğmən dədə babalarımız çətinliklərlə qoruyublar. Əziyyətlə qoruyublar. Onlar çox böyük məşəqqətlə, əziyyətlə bu məclisləri gətirib bizə çatdırırlar. Odur, o kişilərin əmanətlərin biz qoruyub gələcək nəsilə ötürməliyik. Amma evimizdə oturmaqla yox. Bu məclislərdə oturmaqla bu məclisləri keçirməliyik. Allah'ın verə öz izzət-i cəlalına Allah Teala bizləri
Əbu Abdillah Hüseyndən ayrı salmasın. İlahi və Rəbbi, sənə and veririk Ali Muhammedin ehtiramına, sənə and veririk Peyğəmbər və Ali Peyğəmbər hörmətinə. Bu 10 gündə bizləri fitnədən, bəlalardan, Pərverdigar-ı aləm, düşmən hiləsindən qoru və rahatlıqla öz imamımızın məclisini layiqli şəkildə keçirdə bilək. İlahi və Rəbbi, bu məclislərin keçirilməyində bizə dəstək olan insanların mükafatını dünyada, ahirətdə əta edək. Peyğəmbər və Ali Peyğəmbərə səlavat.